İslahatçı Gənclər İctimai Birliyinin sədri Fərid Şahbazlının sözlərinə görə bugün şagirdlər nəinki internet klublarda, elə məktəblərdə də internetdən istifadə etməklə yaşına uyğun olmayan informasiyaların yer aldığı saytlara daxil ola bilirlər. Bu baxımdan təlim-tərbiyə ocaqlarında daha diqqətli olunmalıdır. Bəzi məktəblər var ki, biz bunu etiraf etməliyik ki, onlarda da yəni deyək ki, filtrlənməyib kompüterlər. Bəzi məktəblər var ki, onlarda da şagirdlər bu saytlara daxil ola bilirlər. Yəni bu hamısında deyil, amma bizim araşdırmalarımız məktəblərin dediklərindən belə qənaətə gəlmir ki, belə saytlar, əyləncə saytları, deyək ki, tanışlıq saytları bəzi məktəblərin internet otaqlarında, yəni kompüter otaqlarında da var. Mən isə bilirəm ki, məktəb rəhbərləri bu məsələ ilə bağlı da xüsusi ciddi ölçü götürməlidir. Şagirdlərin məktəbdən çox internet klublara marağına zəmin verən amillər də var. Bunlardan ən başlıcası bugün istənilən məktəbin 5-10 metrliyində internet klublarının olmasıdır. Dərsdən çıxan məktəbli heç evə getmədən birbaşa kluba yollanır. Burada isə o heç də parlaq gələcəyi üçün çalışmır. Məktəblilərin internet maraqlarının araşdırılmasına aparan təşkilatlar çox təhlükəli ola biləcək nəticələrə gəliblər. Bakının 25 məktəbini əhatə edən təxminən 3000-dən artıq məktəblər arasında sorğuları yekunlaşdırmışıq. Bu sorğulardan belə qənaətə gəlmək olar ki, Azərbaycanda məktəblərin 95%-i artıq aktiv internet istifadəçisidir. Biz bunu həm deyək ki, əyləncə saytlarında, həm sosial şəbəkələrdə artıq görməkdəyik və onlar bizim əməkdaşlarımızla sorğularda bildirirlər ki, internetdə daha çox əyləncəli saytlara daxil olurlar. Amma bizim deyək ki, internet klublarda apardığımız araşdırmalar onu göstərir ki, bizim məktəblər etiraf etməsələr də onlar əyləncəli saytdan daha çox, mən qeyd etdiyim kimi, məsələnin təhlükəli tərəfi olan əxlaqsız saytlara daxil olurlar. Bu kimi halların baş verməməsi üçün isə məktəbliyə diqqət kompleks şəkildə olmalıdır. Yəni məktəb, ictimaiyyət və valideynlər birgə fəaliyyət göstərməlidirlər. Müsaliq Mehmet qızı, Təbriz Hacıyev, Aynes.